Salam, hər vaxtınız xeyir. Kanalıma xoş gəlmisiniz. Bugün bir-iki dənə məhsul almışam. Uşaqlar bokslar üçün satış eləmişəm deyə məhsullarım azalıbdır. Getdim yenilərdən məhsullar sizinlə bölüşmək istəyirəm. Belə nəm salfetkalar almışam. Boksların için doldurmaq üçün. Uşaqlar çox sevirlər. Belə fərqli personajla aldım. Yeni məhsul aldım. Belə ətirlər almışam. Burada sizə göstərəcəm. Yeni bokslara əlavə etmək üçün getdim ətir aldım. Baxın. Elə bir 3 kutu almışam ki seçimim çox olsun. Belə bir fərqli növdə flamasterlər aldım. Bunlarda da bir tək-tək bokslara əlavə eləyəcəm. Bir ədəd belə stiçli lep aldım. Fərqli çeşiddə boks eləyəcəm deyim. Belə uno kartlar aldım. Bir stiçli aldım. Bir də belə bir personajdan aldım. Tutuşmaz personajda. Yani burada 3 de var. Bir de yani sadece 4 adet böyle bir məhsul almışam. Yaxından göstərmək istəyirəm sizə. Yəni məhsulların hər birini tək-tək satışında eləyirəm. Belə bir adet belə çox şirin lip balm və belə də lip gloss. Çok güzel. Yani bundan aldım. Bundan 4 adet aldım. Hem uşaqlar üçün də olar boksa, hem de ki hanımlara görə də düşünürəm ki çok şirin bir detal olar boks üçün. Sonra nə almışam sizə göstərəcəm. Fərqli növlərdə dodaq balzam aldım. Yəni belə bir çeşiddə almışam. Yəni fərqli personajlarla. Hello Kitty, Stitch. Belə fərqli növdə əl kremləri aldım. Yenə də belə uşaqlar üçündür bunlar. Yəni böyüklər də ala bilər bundan. Ya da olmasa belə əl kremləri də aldım. Düşündüm ki əl kremləri çox olmaz da. Yəni çoxluğun ziyanı yoxdur. Sonra necə əl kremləri aldım, onları da göstərəcəm sizə. Fərqli personajla olan belə 3 ədədli əl kremləri almışam. 2 paçka almışam onlardan. Yəni bunların tək-tək satışı da var. Kim istəsə, onu bizdən götürə bilər. Baxın, belə bir növlərində almışam. Çox şirin görsənir. Mən düşünürəm ki, uşaqlar çox sevəcək bu boksları. Çünki sevgi ilə hazırlayıram bu boksların hər birini. Səliqəli qoyaq buradan. Sonra nə almışam? Sonra da fərqli növdə bloknotlar almışam. Belə bir fərqli növdə rəngarəng fərqli personajlarla. Hello Kitty. Labubu. Baxın, görürsünüz. Evde aldım. Böyle bir daraq aldım. Bir de fərqli çeşiddə uşaqlara çoxlu sayda belə sakolka rezinli dəstər aldım. Baxın, çox gözəldir. Düşünürəm ki, çox gözəl bir hədiyəliklər bunlardan hazırlayacağım. Stitch. Yani çok böyle farklı renklerdədir. Bence herkesin isteğine uygun olacak. Yani bunlardan da aldım. Üstelik getdim, benim dodaq karandaşlarım bitmişti. Böyle bir dodaq karandaşlar aldım. Miss Fiji brandinin markasını. Yani böyle bir renklerde karandaşlar aldım. Bunlar nazik bağlıdır. Yani açıb göstərə bilmirəm.
Yəni istəyən olsa, çox nəsib qiymətlərdir bunlar. Bunlardan almışam. Bir də getmişkən özümə də bir bloknot aldım. Bunu özüm almışam. Yəni bunu çox bəyəndim. Şimdi özümə də bir hədiyyə eləyim. Aldım özümə bloknot. Sadə bir bloknotdur. Ama bu avokado ne çok sevdim. Dedim ki yani özüme de alın bundan. Haydi bir bloknottu. Düşünürüm ki çok güzeldi. Bugün kısa videom olacak. Böyle uşaq məhsulları almışam. Yəni istəyirəm ki, uşaq boksları yığım bugün. Çoxlu sayda. Yəni bunlar şirinliyinə baxın. Yəni bu dəqiqə burada mən 2 saniyenin içində gözəl bir boks hazırlayacağım bunlarla. Düşünürəm ki çox gözəl olar. Çox şirin olar belə. Hello Kitty. Bu hansı personajdır bilmirəm ama bu da çok şirindi. Bunlara baxın, bu Stitch'e baxın. Bu Stitch'in maskası da məndə var. Yani birazdan hazırlayıp göstereceğim. 12 manatlık boks hazırlayacağım sizin için. Bakarsınız səhifədən. İzlediğiniz için teşekkür ederim. Kanala abone olmayı unutmayın.